Mingəçevir ilk dəfə olaraq Gənclərin Yaradıcılıq Festivalına ev sahibliyi edir. Gənclər üçün təhsil mərkəzinin təşkilatçılığı ilə keçirilən festival bir ay davam edəcək. Mingəçevirdə Gənclər Fondunun maliyyələşdirdiyi Region Gəncləri üçün Yaradıcılıq Laboratoriyası adlı layihə çərçivəsində keçirilən festivala start verildi. Gənclər evinin qarşısında keçirilən festivalda şəhər icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib. Festivalın rəsmi hissəsində çıxış edən qonaqlar ölkə rəhbəri tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışdılar. Bu cür festivalların gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına kömək etdiklərini bildirdilər. Gələcəkdə Mingəçevirdə bu sahələrin daha da inkişaf edəcəyini göstərir və mən ümid edirəm ki, bu festival ilkidir və gələn illərdə bu festivalın daha böyük formada, daha böyük arenada, böyük idman növləri daxil olmaqla şəhərin daha böyük mərkəzi hissəsində təşkil olunacaqdır. Gənclər üçün təhsil mərkəzinin təşkilatçılığı ilə keçirilən festival çərçivəsində gənclər özlərinin musiqi, rəssamlıq, əl işləri, bədii qiraət, idmanın müxtəlif növləri, rəqs və digər sahələrdə bacarıqlarını nümayiş etdirdilər. Mingəçevirli gənclər bu cür festivalların onların yaradıcı işə marağını daha da artırdığını dedilər. Gənclər bu belə festivallar sayəsində bir yerə gəlir və öz istedadlarını şəhər ictimaiyyətinə göstərirlər. Bu festival gənclərə maraq yaradır, gənclərdə musiqiyə, incəsənətə, rəssamlığa da o cürünə də gənclərimizdə maraq yaradır. Ona görə də çox faydalıdır. Bildirək ki, festival sentyabrın sonuna kimi davam edəcək. Elnari İbrahimova, Samir Mirzəliyev, Mingəçevir.